bilirsiniz, növbəti Azərbaycan və erməni politoloqlarımı deyək, bu hüquq müdafiəçilərimi deyək, bu görüşü oldu. Bu dəfə də sərhəddə görüşü oldu belə bir. Və orada bir nüans oldu. Ermənilər erməni dilində danışırlar, bizimkilər rus dilində. Və mən həmişə deyirəm, dövlətçilik, əqidə, ideologiya, bu məsələdə ermənilər bizdən qabaqdadır. Müharibəni uduzsalar da belə yenə bizdən qabaqdadır. Bir də onu göstərdi. Düzdür, çalışdılar bizim bu politoloqları malalamaq ki, onlar rus dilində ona görə danışdılar ki, erməni tərcüməçiləri onların dediklərini tam düzgün tərcümə etməyə bilərlər. Erməni cəmiyyətdə çatdırılması üçün bu rus dilində danışdılar. Bu çox bilirsiniz, bir bayağı bir bəhanədir. Biz görəcəyik ki, ermənilər düz tərcümə eləmir. O təzədən öz tərcüməmizdən onu təzədən erməni cəmiyyətdə çatdıra bilər. Yəni bu bəhanə deyil. Əgər erməni səndən öz dilində danışırsa, sən öz dilində danışmalıydın, rus dilində yox. Yəni buna əvvəlcədən ermənilərlə danışmalıydınız ki, eyni dildə danışılacaq. Yəni əcnəbi dildə fərq etməz. Ya rus, ya ingilis fərq etməz. Yəni bu onu göstərir. Baxın, ermənilərin çünki xalq olaraq, onların adi vətəndaşı da, onların siyasətçisi də, onların politoloqu da, onların hüquq müdafiəçisi də, onların iqtisadçısı da ideoloji baxımdan, əqidə baxımdan orası bir sözlə podkovanladılar. O yerilib olar o əqidə, o erməniçilik, o armyanstvo deyil. Amma bizə təəssüf olsun ki, o yoxdur. Yəni ki, belə bir ideologiya ortaya atıblar. O vaxtdan o atılıb 100 ildir, 150 ildir və bu ideologiya bizim belimizi qırıb, millət olaraq, milli kimlik olaraq, kim nə deyirsə, bu Azərbaycançılıq, bu efemer bir şeydir. Azərbaycançılıq, mən bunu da anlaya bilmirəm. Azərbaycan coğrafiyanın adıdır, ölkənin adıdır. Amma bir millətin öz milli kimliyini və dini mənsubiyyətin bir ideologiyası olmalı. Baxın, Türkiyədə türkçülüydü, Ermənistanda erməniçilikdir, Gürcüstanda gürcülüydü, Sakartvelo və s. Bizdə nədir? Bizdə titullu xalq türkdür, titullu din İslamdır. Amma bizdə bir efemer Azərbaycançılıq qoyublar ortalığa. Onu da bir düzəməli ortaya bir şey qoya bilmirik. Türk dilində edirlər yenidən Stalin variantı kimi Azərbaycan dili. Heç o dildə də belə, Azərbaycan dili dediyimiz dildə də belə düşmanla danışmırıq, rus dilində danışırıq. Və buna da çalışırıq bəhanələrə qoşmağa ki, yox bilirsiniz, o belə oldu. Çünki niyə? Çünki dövlətdə əqidə olmayanda, xalqda əqidə olmayanda, ideologiya olmayanda, dövlət xalqı ideologiya aşılamayanda, bu bağçadan tutmuş universitetlərə qədər yenə türklüyə qarşı, İslama qarşı bu mübarizə davam edəndə bir ölkənin qızıl alması, Azərbaycanın nədir qızıl alması? Mənə bir cavab verirsin, bu iqtidar nümayəndələrim çıxsın belə, ən belə savadlısı, ən ağıllısı, ən statullusu, titullusu, fərq edir. Gəlsin cavab versin, adi sualıma. Azərbaycanın dövlət olaraq qızıl alması nədir? Bax, bu erməniləri müharibəni uduzmuş belə bizə ermənilərin öz üzərinə görə qızıl alması yenə də var. Amma biz müharibəni udduq, yenə də bizim qızıl almamız yoxdur. Bu da olmayana qədər də bax belə erməni bizdən ermənicə danışacaq. Biz rusca, sabah ingiliscə, bir sürü nə bilim hinduca, amma öz dilimizdə danışmayacaq və bu danışmamaqda hələ bir utanmaz da bəraətlər qazandırmağa çalışacaq.